Salam hörmətli izləyicilər, hər birinizi xoş gördük. Müəyyən səbəblərdən bir neçə müddətdir dərslərimizə, video izahlarımıza ara vermişdik və artıq bugündən etibarən qaldığımız yerdən davam edəcəyik və bugünkü mövzumuz manna mövzusudur. Gəlin manna haqqındakı məlumatları dinləyək. Manna Azərbaycanın ən qədim dövləti hesab olunur. Urmiya gölü hövzəsində yaranmışdı. Manna adına eramızdan əvvəl 843-cü ildə 3-cü Salman Asanın kitabəsində rast gəlinir. Bundan əlavə olaraq eramızdan əvvəl 829-cu ildə Assur hökmdarı 3-cü Salman Asarın sərkərdəsinin hücumu zamanı Mannalı ilk hökmdarı Udakinin və paytaxtı İzirtunun adı da qeyd olunur. Manna ərazisində bir neçə vilayət vardır ki, bu vilayətlərdən biz Zamuanın adını çəkə bilərik, Uyşidiş, Sirdaqqa, Messi vilayətini, Cizilbunda vilayətinin adını çəkə bilərik, Şuandahul və Durduqqa vilayətinin adlarını çəkə bilərik ki, bunların içində ən aparıcı yeri məhz Zamua vilayəti təşkil edirdi ki, Zamua vilayəti Mannanın əsas hissəsini təşkil edirdi və Lulubilərin vətəni adlandırılırdı. Bundan başqa Mannanın siyasi tarixinə nəzər salsaq görərik ki, Mannanın siyasi tarixində, əsasən də xarici siyasətində iki əsas meyil mövcud idi. Bunlar Assuriya meyilli siyasət və Urartu meyilli siyasət idi. Assuriya meyilli siyasətin tərəfdarları Manna torpaqlarının bütövlüyünün təmin olunmasını və ərazilərinin Urartu tərəfindən işğalının qarşısını almağa səy göstərirdilərsə, Urartu meyilli siyasətin tərəfdarları Manna vilayətlərinin işğalına, mərkəzi hakimiyyətin zəifləməsinə və Urartu tərəfindən tutulmasına şərait yaradırdı. Biz eramızdan əvvəl 9-cu əsrdə yaşamış Udaki haqqında bir çox məlumat əldə eləməsək də, amma İranzu haqqında bir neçə məlumatlar bizim əlimizdə var ki, onları da sizin diqqətinizə çatdıracağıq. Belə ki, İranzu eramızdan əvvəl 740-719-cu illərdə hakimiyyətdə olmuşdu və onun dövründə Mannada canişinlik sistemi yaradılmışdı ki, bu da Mannada mərkəzləşdirilmiş dövlətin yaradılmasına gətirib çıxartmışdı. İranzu xarici siyasətdə Assuriya meyilli siyasət yürüdürdü və bunun nəticəsində dövlətin ərazi bütövlüyünü qorumağa nail olmuşdu. Hətta Assurların Urartular üzərində apardığı uğurlu müharibələrdən də istifadə edərək vaxtilə Urartu tərəfindən tutulmuş Manna torpaqlarını da geri qaytarmışdı. Lakin eramızdan əvvəl 719-cu ildə Urartu hökmdarı 1-ci Rusanın təkidi ilə Mannanın Şuandahıl və Durduqqa vilayətinin canişinləri İranzunun mərkəzləşdirmə siyasətinə qarşı üsyan qaldırdılar və bu üsyan 2-ci Sarqonun köməkliyi ilə yatırıldı və üsyan etmiş şəhərlər itaət altına alındı və İranzunun hakimiyyəti altında təzədən bərpa olundu. Lakin bir müddət sonra İranzunun vəfatından sonra vəziyyət yenidən gərginləşdi və İranzudan sonra hakimiyyətə böyük oğlu Aza gəldi. Aza üsyansılarla mübarizə şəraitində hakimiyyətdə oldu və eramızdan əvvəl 716-cı ildə keçmiş Uauş indiki Səhət dağı yaxınlığındakı döyüşdə üsyansılar tərəfindən öldürüldü və bundan sonra artıq hakimiyyətə Azanın qardaşı Ulusunu gəldi. Ulusun hakimiyyətə gəlməsində bəzi şərtlər qoyulmuşdu qarşısında. Belə ki, artıq Urartu hökmdarı 1-ci Rusa Mannanın 22 qalasını və 2 şəhərini ələ keçirmişdi və Ulusunu bir şərtlə taxta çıxacağına şərait yaradacağını bildirirdi ki, o tutulmuş ərazilərin Urartuda qalacağına söz verməli idi və çıxılmaz bir vəziyyətdə qalan Ulusunu Urartu hökmdarı 1-ci Rusanın tələblərini qəbul etdi və hakimiyyətə gəldi və artıq bundan qəzəblənən keçmiş Manna müttəfiqi Assuriya 2-ci Sarqonun başçılığı ilə Mannaya hücum etdilər və 2-ci Sarqonun hücumundan sonra qorxan Ulusunu dağlara qaçdı, gizləndi və 2-ci Sarqon hücum edərək eramızdan əvvəl 716, 715 və 714-cü illərdə müvafiq olaraq Urartu tərəfindən tutulmuş Manna ərazilərini geri qaytardı, paytaxt İzirtunu yandırdı və artıq buradan, İzirtudan hökmdar Ulusunun yanına elçi göndərərək onu bağışlayacağını və atasının taxtında əyləşdirəcəyini bildirdi. Bundan sonra Ulusunu
geri qayıdaraq 2-ci Sarqonun yanına gəldi və 2-ci Sarqon həqiqətən də onu bağışladı və atasının taxtında əyləşdirdi və buna görə də ulusunu 2-ci Sarqonun şərəfinə yazılı abidə qoydurdu və Azərbaycan tarixində ilk beynəlxalq müqavilədə məhz 2-ci Sarqonla ulusun arasında Sirdaqqa şəhərində imzalandı. Bu Azərbaycan tarixində ilk beynəlxalq müqavilə hesab olunur. 680-cı ildə artıq ulusunu hakimiyyətdən gedəndən sonra həmən ərəfələrdə Azərbaycana ilk türk axınları baş verdi ki, bunlar Kimmerskiv və Sak tayfalarının adı ilə bağlı idi. Amma Kimmerskiv Sak tayfaları hökmdar Ahşerinin zamanında Manna ərazilərində məskunlaşmaq üçün hökmdara müraciət etdilər və Ahşeri onları Mannanın sərhədlərini qorumaqda onlara kömək edəcəkləri şəraitdə Mannanın ərazilərində məskunlaşmağa icazə verəcəyini bildirdi və onlar da hökmdar Ahşerinin tələblərini qəbul etdilər və artıq Kimmerskiv Sak tayfalarının da Manna ərazisində məskunlaşmasından sonra ordusu və gücü artan Manna Ahşerinin zamanında xarici siyasətdə Assuriya milli siyasətdən imtina edərək müstəqil siyasət yürütməyə başladı ki, bu da o dövr ki, Assur hökmdarı 2-ci Aşurbanipalı, belə deyək, daha doğrusu Aşurbanipalı qəzəbləndirdi və o böyük bir ordu ilə Manna ərazilərinə hücum etdi, paytaxt İzirtunu yandırdı, eyni ilə Ulusunun zamanında 2-ci Sarqonun etdiyi kimi, lakin Aşurbanipal Sarqondan fərqli olaraq Manna hökmdarını əhv etmədi. Belə ki, Ahşeri üsyançılarla döyüşdə öldürüldü və yalnız bundan sonra hakimiyyətə gələn Uallinin zamanında Ualli Aşurla müttəfiqlik əlaqələrini bərpa edərək Assur ordularının Mannadan çıxmasına şərait yaratdı və onun hakimiyyətdə olduğu 650-630-cu illərdə Manna Assuriya milli siyasət yürüdərək yenidən ərazi bütövlüyünü qorunub saxlanmasına şərait yaratmış oldu. Bundan sonra artıq bizə Mannanın digər hökmdarları haqqında məlumatlar dərsliklərimizdə verilmir. Sadəcə olaraq Mannanın adına eramızdan əvvəl 593-cü ildə müqəddəs kitab olan Bibliyada rast gəlinir. Ardınca isə artıq eramızdan əvvəl 590-cı ildə Manna İranın mərkəzində yaranmış Midiya dövləti tərəfindən süquta uğradıldı. Eyni ilə Manna kimi Urartu və İskit dövlətləri də Midiya tərəfindən süquta uğradıldı. Və artıq Mannanın süqutundan sonra Mannanın tarixi torpaqları Midiya dövləti tərəfindən idarə olunmağa başladı. Bu Mannanın tarixi haqqında məlumatlar idi. Digər məlumatlara gəlincə Mannada xüsusi atlar bəslənilirdi ki, bunlar Subi vilayətində yetişdirilirdi. Əlavə olaraq Manna memarlığına biz nəzər salsaq görərik ki, Mannada Həsənli və Ziviyə tapıntıları aşkar olunmuşdur ki, hər iki tapıntı Mannada metal işləmə sənətinin çox yüksək inkişaf etdiyindən xəbər verirdi. Eləcə də bu tapıntılar Manna əhalisinin dini görüşləri haqqında da bizlərə ilkin təəssüratları yaradırdı. Əhali günəş, ay, külək tanrılarına sitayiş edirdilər. Dirlik ağacına inam da mövcud idi. Hətta iki əfsanəvi varlıq da Manna ərazisində var idi. Bunlar Qrifon və Sfinks idi ki, bunlar haqqında da biz Misir tarixində də bəzi məlumatları əldə edəcəyik. Qrifon şirbədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi varlıq olduğu halda Sfinks şirbədənli, insan başlı əfsanəvi bir varlıq idi ki, biz onu Misir tarixində piramidaların qarşısında da ucaldılmış Sfinksə də öyrənəcəyik. Bundan əlavə olaraq artıq eramızdan əvvəl 3-cü minillikdə qədim Manna əhalisi mixi yazı ilə tanış idi. Bundan əlavə olaraq həmçinin Mannalılar hieroqlif yazıdan da istifadə etmişdilər. Ümumilikdə dünya dövlətlərinin içərisində qədim dövrə nəzər salsaq görərik ki, hieroqlif yazıdan istifadə Misir, Çin və Manna xalqlarının oxşar xüsusiyyətlərindən hesab olunur. Manna dövləti elə indiki Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində yaranmışdı və həmən ərazidə, coğrafiyada da inkişaf edərək mərkəzləşmiş dövlətə çevrilmişdi. Lakin bayaq da qeyd etdiyimiz kimi 6-cı əsrin eramızdan əvvəl 6-cı əsrin əvvəllərində Midiya tərəfindən varlığına son qoyulmuş və əraziləri Midiya dövlətinin tərkibinə qatılmışdı. Diqqətiniz üçün çox sağ olun. Gələcək dərslərdə görüşənədək.